98-ci ildə ulu öndərimiz cəmaata pay torpağını böldü ki, cəmaatın rivayı yaxşılaşsın. Mənə də ki, kəndin bələdiyyəsi Allahiyarov qardaşəli gətirdi, sənədi verdi mənə. 78 sotu torpaq bir yerdə. Çay sahəsi idi. Ailəmlə getdim 2 il orada çay yarpağı yığdım, devlətə təhvil verirdim. Rivayım yaxşı idi, yaxşı dolanırdım. Sonra mən getdim Saatlı rayonuna işləməyə. Əliyev Bəxtiyar gəldi, mənim yoldaşıma deyir ki, sənədi ver, Bakıya geçsin, peşət dəysin, gələcək. Mənim bu böyük evladım, Mahmud Məmmədov deyirdi ki, yox, verməyinə, ana, o fırıldaqçıdır. Gözməyib verib. Verəndən sonra bu götürübdür, öz sənədinin içəri hissəsini, mənim sənədimin içəri hissəsini dəyişib. Gedib saxta yolla sənədi alıbdır. Mən bir neçə dəfələrlə gəldim, dedim, olmadı. Axıra 2014-dür, 15-ci ildə idi. Gəldim, dedim, Bəxtiyar, sənəd anı, dedi, sənədi keçirmişəm öz adıma. Get, neyinirsən, elə gidən. Dedim, onda mən səni məhkəməyə verəcəyim. Mən yenə çıxdım, getdim işə. Gəlib bu qıza deyir ki, məhkəməyə verməyin, sənəd məndədir. 1000 manat pul vermişəm, 1000 manatı gətirib ver, sənədi verim sizə. Qız da qayıdıb deyir ki, deyir, mənim atamın əgər 1000 manatı olsaydı, gedib başqa rayonlarda işləməzdi. Mənim pulum yoxdur, səni verəcəyim məhkəməyə. Deyir, məhkəməyə verməklə məni tutarlar, məni cərimə eləyərlər. Ondan sonra o xəstələndi. Xəstələndi, deməli bu rəhmətə getdi. Rəhmətə gedəndən sonra oğlu başladı orada işləməyə. Gəldim, dedim, torpaq mənimdir. Dedi, yox. Mən götürdüm, vəkil tutdum, Tofiq Şahmarov. Qəzetə yazdım. Ondan sonra polis arasına müraciət elədim. Polis arasında dedilər, torpaq bu kişinindir. O idi götürdüm, mən yazdım İnzibati məhkəməyə. Şirvan İnzibati məhkəməsinə. Cavab gəldi ki, 78 sotu torpaq sahəsi Məmmədov Arxavaliyə məxsusdur. Sonra bu götürdü, yazdı apellyasiya məhkəməsinə. Yenə ona rədd cavabı gəldi. Yazdı Ali məhkəməsinə. Ali məhkəməsindən də cavab gəldi ki, o torpaq Məmmədov Arxavaliyə məxsusdur. Sonra gəldilər, təzədən yeri ölçdülər. Ekspertlərin rəyi ilə gəldilər, torpağı ölçdülər, verdilər mənə. Sonra qız qayıtdı, dedi ki, baba, gəl orada mandalina çək. Yoldaşımla getdilər, kartı yoldaşım öz adına götürdü. Devlət tərəfindən mənə pul verildi. Mən o pulla getdim 517 dənə qanuni. Kompüterə vurdular orada, damda. Dedilər ki, 517 dənə ağac əkməlisən. Mən də getdim 517 dənə ağac aldım, gətirdim, əkdim. İndi 7 ildir orada mən istifadə edirəm. 7 ilin müddətində pastayanlı mən Şirvan Apellyasiya Məhkəməsi, Masallı Məhkəməsi, Masallı polisi 97 dənə şiv uğrayıb oradan. Şılanqları qırıq-qırıq eləyibdi, hamısını məhv eləyib. Mən kasıb adamım. Mən haradan gətirib məsələn 97 dənəni şivi əkim orada. 97 dənə şivi mən haradan gedib alıb gətirib əkim. Gəlib çəpəri sökür. Gecələr gedir, sahəni gəzdir. İndi 10-15 dənə şivin yarpaqları hamısı qaralıb, yarpaqlar tökülür. Deməli, bu dərman vurulur. Mən öyrəndim mütəxəssislərdən, deyirlər, o dərman səbəbdir, şivləri yandırmaqdan ötəri. Mən müraciət edirəm, xahiş edirəm, Mən müraciət edirəm Daxili İşlər Naziri Vilayət Eyvazov yoldaşı. Müraciət edirəm Respublika Baş Prokuroru Kamran Əliyev yoldaşı. Xahiş edirəm, bu işə son qoysunlar. Məni qoymur yaşamağa, sahaya qoymur gedib girməyə. Hastayanlı gəlib kəsir qabağımı, maşın sürür, mənim maşinlə təhdid edir. Deyir, səni maşinlə vuracaq, imkan vermir yaşamağa. Arada müraciət edirəm, müraciətə qulaq asmırlar. Keçən il
Məndə Ali Məhkəmənin qərarı, Apellyasiya Məhkəməsinin qərarı, İnzibati Məhkəməsinin qərarı var. Çıxarış vardı. Çıxarış vardı. Bu Əliyev Amil Bəxtiyaroğlu. Masallı rayon Qəriblər kəndində yaşayır. Mənlə qonşudur. Məni qoymur sahəyə getməyə. Təhdid eləyir. Deyir, onsuz da ki, mən səni süründürəcəyəm, o yeri mən səndən alacağım. Xahiş edirəm, bu haqda bir tədbir görəsiniz.